İyun, etibarlılıq, çətinliyin və məyusluğun öhdəsindən gəlmək. 1 iyun, hər bir insan həyat fəlsəfəsinin axtarışı üçün özünə zaman ayırmalıdır. Bu, insan oğlunun edə biləcəyi ən vacib işdir. Hər birimiz dürüst və həyat dolu yaşayaraq, necə bir həyat istədiyimizi və arzuladığımız ən möhtəşəm həyatın necə göründüyünü təsəvvür etməliyik. Bütün bunları bu kağız parçasına yazmalı və onu hər səhər bütün dünyanın yatdığı bir vaxtda təkrar-təkrar nəzərdən keçirməliyik. Sadə kağız üzərinə yazdığımız bu bəyanatı oxumaq gün ərzində edəcəyimiz seçimlərə birbaşa təsir göstərəcək və atacağımız addımları arzularımıza uyğunlaşdıracaq. Onsuz isə həyatını təsadüfi yaşayacaq və ətrafında baş verən hadisələrə özünə məxsus münasibət bildirməklə kifayətlənməli olacaqsan. 2 iyun. İnsanların çoxu yay tətillərini gələcək həyatlarından daha çox planlaşdırırlar. Həyatına qarşı diqqətli ol. Özünə sual ver. Mən necə yaşamalıyam? Bu sual nə etməli və ya nə etməməli olduğunu öyrədəcək və səni daha yaxşı bir həyata qovuşduracaq. 3 iyun. Körpəlikdə mükəmməl oluruq. Dünyanı yaradan qüvvə ilə əlaqəmiz olur. Yaşad olduqca bizi əhatə edən dünyadan qorxular mənimsəməyə başlayırıq. Valideynlərimizin bizi sevməsini və pərəstiş etməsini istəyirik. Onlardan nümunə götürür, onların qorxularını mənimsəyirik. İnancılarımızı məhdudlaşdırır və onlara bənzəməyə başlayırıq. Bütün bunlara səbəb onlardan sevgi dilənməyimizdir. Hazırda olduğun şəxs sən deyilsən. Daha doğrusu, hazırda olduğun şəxs bu dünyada yaşamağının nəticəsi olaraq meydana çıxan şəxsdir. Bu dünyada qazandığın bütün qorxulardan xilas ol. Geriyə qayıtmalı və qorxularının mənbəsini araşdırmalı, ruhun bu qorxulardan tam azad olana qədər öz üzərində çalışmalı olacaqsan. 4 iyun. Kim olduğunu və kim olmaq istədiyini bilmirsənsə, taleyinlə rastlaşdığında onu necə tanıyıb, necə yaxalayacaqsan? Özünü tanı və taleyin özü səni tapacaq. Aydınlıq məharətdən birinci gəlir. 5 iyun. Əsl uğurlu insanlar başqaları kimi olmağa çalışmırlar. Onlar bir zaman sahib olduqları ilkin vəziyyətlərinə qayıtmaq istəyirlər. Başqaları ilə yarışa girmə, özünlə yarış. Sadəcə olaraq dünən olduğundan daha yaxşı insan olmağa çalış. Belə olduğu halda həyatında fövqəladə şeylər peyda olacaq. 6 iyun. Planetdə elə bir ruh yoxdur ki, qorxuları ona öz imkanlarını tamamilə dərk etməyə mane olmasın. İnsan olmaq natamam olmaq deməkdir. Biz yer kürəsində yaşamaqla öz orijinal mükəmməlliyimizi itirmişik. Sahib olduğumuz natamamlıq isə sonradan qazandığımız qorxularımızın nəticəsidir. 7 iyun. Mükəmməlliyini əlindən alan sosial təzyiqlərin qarşısında boyun əyməkdən əl çək. Dünyanın pak və uğurlu insanlarının həyatlarını öyrəndiyin zaman heç birinin ətrafdakıların onlar haqda nə düşündüyünə əhəmiyyət vermədiyini görəcəksən. Onlar ictimai rəyin həyatlarını istiqamətləndirməsinə izin verməyib, əksinə cəsarətlə öz ürəklərinin səsini dinləyiblər. Daha az gedilən yolu seçməklə ən coşqun arzularını həyata keçiriblər. Daxili qələbə ictimai yarış deyil. 8 iyun. İzdihamı tərk etmək və təbii, orijinal halına qayıtmaq böyük güc tələb edir. Lakin liderlik elə budur. Kütləni tərk edərək özün olmaq, öz yarışında qaçmaq, öz həqiqətlərini yaşamaq. 9 iyun. Biz artıq hər zaman olmağı arzuladığımız adamıq. Sadəcə yol boyu irəlilədikcə bunu unutmuşuq. Əsas məqsəd yeni biri olmaq üçün öz üzərimizdə çalışmaq deyil, bir vaxtlar olduğumuz ilkin vəziyyətimizə qayıtmaqdır. 10 iyun. Yer kürəsindəki heç kimin öz üzərində işləyərək mükəmməl olmağa ehtiyacı yoxdur. Əsas vəzifə özünü təkmilləşdirmək deyil, özünü xatırlamaqdır. Özünü xatırlamaq yeni doğulduğumuz zaman dünyanın qorxularından uzaq olduğumuz ideal təbii halımıza geri qayıtmağa çalışmaqdır. 11 iyun. Dünyada öz həyatını yaşamaq cəsarətinə sahib olmaqdan mühüm heç nə yoxdur. 12 iyun. Kütlə daxilində yaşayan insanlardan çoxu heç vaxt dayandır düyməsinə basıb özünə niyə buradayam, əslində nə etməliyəm suallarını vermir. Liderlik və şəxsi nailiyyət bizdən, adi insanlardan daha çox düşüncəli olmağımızı tələb edir. Məşğul olmaqla məşğul olmağı dayandır. Daha düşüncəli olmağa çalış. 13 iyun. Daxili aləminin yolunu getdikcə, kütləni tərk edib öz dəyərlərinlə yaşadıqca, qəlbinin səsini dinlədikcə, inanclarına sadiq qaldıqca oyanış mərhələsinə yüksəlməyiniz labid olacaq.
Həyatının bu keçid mərhələsində baş verənlərə necə qarşılıq versən, ömrünün qalan hissəsinin necə davam edəcəyini müəyyən edərsən. 14 iyun. Həyatın məqsədi öz daxili aləminə səyahət edərək, əvvəlki saflığına, hər şeydən xəbərdar, qorxusuz, sonsuz məhəbbətə sahib olan həqiqi məninə qovuşmaqdır. 15 iyun. Bizi olduğumuz bizdən uzaqlaşdıraraq ətraf mühitin formalaşdırdığı qorxular, rəftarlar, inanclar qazandıran, başqa birinə çevirən prosesə kulturasiya deyilir. Biz həqiqi bizdən uzaqlaşıb sosial bizə dönüşəndə böyük bir boşluq formalaşmağa başlayır. Bu zaman öz təbii xarakterimizi tərk edib süni maskalarımızı taxırıq. 16 iyun. Həqiqi şəxsiyyətimizlə ətrafdakılara göstərdiyimiz xarakter arasındakı fərq nə qədər böyük olarsa, biz bir o qədər az xoşbəxt olarıq. O zaman həyatdan daha az zövq ala bilirik. Niyə? Çünki bu halda özümüzə xəyanət etmiş oluruq. Özünə xəyanət edən insan isə heç vaxt xoşbəxtliyə nail ola bilməz. 17 iyun. Qaranlıq işığın yoxluğundan başqa bir şey deyil. Sən bircə dəfə insan kamilliyinin işığına qovuşa və həyatının qaranlıq olduğu zamanlarda bunun səbəbini anlaya bilsən, böyük bir aydınlığa qərq olacaqsan. Əvvəllər qorxu olan yerdə indi sevgi olacaq. Aydınlanmış sözünün mənasını yadına sal. Əbədi aydınlığa qovuşan insan. 18 iyun. Hər sevgiyə nail olmaq üçün atdığın addımda qorxu sənə qalib gəlmək istəyəndə qarşı çıx və təbii xarakterini xatırla. Özünü dünyaya bəxş etmək üçün atdığın hər addımda kainat sənə ilkin, təbii şəxsiyyətinə və doğulduğunda sahib olduğun o mükəmməl gücə yenidən qovuşmağın üçün yardım edəcək. 19 iyun. Çoxumuz həyatımızı sosial maskalarımızın kölgəsində yaşayırıq. Şəxsiyyətimizin bütün rənglərini nümayiş etdirmək əvəzinə özümüzdən ətrafdakıların bizi görmək istədiyi kimi bir obraz yaradırıq. İnsanların bizdən eşitmək istədikləri sözləri deyir, onların geyinməyimizi istədiyi paltarları geyinir, etməyimizi istədikləri şeyləri edirik. Yaşamalı olduğumuz həyatı kənara qoyub başqalarının yaşamağımızı istədiyi həyatı yaşayırıq. Bütün bunları edərək yavaş-yavaş ölürük. 20 iyun. Öz əyləncəli tərəfinlə daxilindəki uşaqla təmasda olmağa vaxt ayır. Uşaqların müsbət keyfiyyətlərini, onların enerji dolu qalmaq yollarını, xəyal dünyalarını öyrən. Bunu edərkən qarşındakı uşağın hansı əhval və vəziyyətdə olduğunun heç bir əhəmiyyəti yoxdur. 21 iyun. Dünyadakı bütün müdriklər bir ortaq nəticəyə gəlib. Şəxsiyyət olaraq sahib olduğun kimliklə daxilindəki insanı əlaqələndirmək üçün mütəmadi olaraq susmağa vaxt ayırmalısan. Əlbəttə, bunun üçün kifayət qədər vaxtın yoxdur, məşğulsan. Toronun kəlamı var, məşğul olmaq kifayət deyil. Qarışqalar da məşğul olur. Əsas sual budur, nə ilə məşğulsan? 22 iyun. Təmkin və özünü idarə etmə mərhələlərinə yüksəldikcə həyatın gedişatı ilə bağlı öz fəlsəfən və sənin bu həyatdakı yerin haqda təsəvvürlərin yaranacaq. Bu zaman dərinliklərində də əks-səda yaradan yad həqiqətləri seçə biləcəksən. Onda başqalarının doğru hesab etdiyi müdrikliyinin səninlə necə bir bütövlük təşkil etdiyinin özün şahid olacaqsan. Artıq özünlə söhbət etməkdən, hiss etdiklərini etiraf etməkdən qorxmayacaqsan. Bunu etməklə möhtəşəm həyat yaşamağın üçün öz şəxsi qanun məcəlləni və konstitusiyanı tərtib edəcəksən. Məhz bu zaman parıldamağa başlayacaqsan. 23 iyun. Biz ruhumuzu oyatdığımız zaman özümüzü tərbiyə edirik. Bu, fərqli insanlar üçün müxtəlif məna daşıyır. Bəzilərinə görə ruh duaçını cəlb etməkdir. Bəziləri üçün ruh təbiətlə vəhdət təşkil etmək və ya çalınan musiqidən həzz almaqdır. Bəziləri üçün isə ruhun oyanması, xidmət, könüllülük, başqaları üçün də yaşaya bilməkdir. 24 iyun. Ağıllı insanlar hər gün bugünün onların son günü ola biləcəyini xatırlayırlar. Bunu etməklə onlar üstlərinə günləlik saatlarını qorxu ilə deyil, sevgi ilə keçirmək vəzifəsi götürmüş olur. Qırılmaz şəkildə fövqəladə olmağa çalışırlar. Bunun çətin olduğu vaxtlarda isə ən azından adiliyin əleyhinə olurlar. 25 iyun. Özümüzü nə qədər yaxşı tanısaq, bir o qədər bizi həmişə bildiyimiz yerə, doğma evimizə, olmaq istədiyimiz yerə aparan doğru qərarlar qəbul edərik. Qədim Yunan-Roma məbədlərinin əksəriyyətinin giriş hissəsində bu sözlər yazılırdı. Özünü tanı. Belə də kainatın və tanrıların sirlərindən agah olacaqsan. 26 iyun.
Bəzən inkişafa çətinliklər bahasına nail olursan, amma inkişaf hər zaman faydalıdır. Əgər həyatına 50.000 fut perspektivdən baxmaq imkanın olsa, baş verən hər şeyin çox gözəl olduğunu öz gözlərinlə görə bilərdin. Bu, həqiqətən də çox möhtəşəmdir. 27 iyun. Biz kim olduğumuzdan sözün əsl mənasında qorxuruq. Biz öz işığımızdan qorxuruq. Biz öz mükəmməlliyimizdən qorxuruq. Biz öz yüksək imkanlarımızdan qorxuruq. Biz yüksəlməkdən və işığımızla dünyanı işıqlandırmaqdan qorxuruq. Böyük hədiyyələr böyük məsuliyyətlə əldə olunur. İnsanların çoxu onlara bəxş olunan hədiyyələrə baxmaq belə istəmirlər. Çünki hədiyyələrin özləri ilə gətirdiyi qorxusuz yaşamaq və bu dünyaya bir yenilik gətirmək kimi məsuliyyətdən qorxur. Bununla da öz böyüklüklərindən imtina edirlər. 28 iyun. Müzakirə mühakiməni dərinləşdirir. Olmaq istədiklərin haqda danışmaqla buna nail olmaq üçün atmalı olduğun addımlardan uzaqlaşırsan. Sözlər böyük gücə malikdir. 29 iyun. Qəlbinin müqəddəs dərinliklərindən gələn mülayim pıçıltılara qulaq vermək, xəbərdar olmağa, kəşf etməyə, qəlbinin çağırışlarını eşitməyə gətirib çıxarır. Bu pıçıltıları bəzən təbiət qoynunda, tənha meşəlikdə gəzişərkən gözəl bir payız günündə eşidə bilərik. Bəzən bu pıçıltıları sükut zamanı meditasiya ilə məşğul olduğumuz vaxtlarda eşidə bilərik. Bəzənsə həyatımızın ən ümidsiz bir mərhələsində sevdiyimiz bir insanın ölümü zamanı və ya arzularımız sarsılanda duya bilərik. Müdrikliyin sadə qanunu budur. Diqqətli ol və daxili səslərinin səni talih yolunda istiqamətləndirməsinə köməklik göstər. Qəlbinin sənə bütün dediklərinə qulaq ver. Talihini yaşamaqla özünə etibar etdiyini göstər. Bunu edərək özündən sonra böyük bir miras qoyacaqsan. 30 iyun. Yaraların sənin müdrikliyinə, səni büdrəməyə vadar edən daşlar əslində üzərində addımlayacağın daşlara çevrilə bilər. Hətta fəlakətin təqdim etdiyi əlamətdar fürsəti belə qaçırma. Qəlbini qıran şeylər daha yaxşı həyata nail olmaqda vasitəçilik edə bilər.